Salam, hər vaxtınız xeyir olsun. Bu günləri tortlarda istifadə edə biləcəyiniz biskvitin reseptini bölüşürəm. 5 yumurta və ya 8 yumurtanın ölçüsünü videonun altında qeyd edəcəm. Oradan baxa bilərsiniz. İlk öncə yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağının üzərinə şəkər tozunu az-az əlavə edib tam qatılaşana qədər çalıram. Artıq qabı tərs çevirəndə görürəm ki, dağılmır. Baxın, krem halına gəlib. Daha sonra üzərinə yumurtanın sarısını tək-tək əlavə edib qarışdırıram. Artıq çox qarışdırmaya ehtiyac yoxdur. Biraz qarışdırdım. Daha sonra quru ərzaqları ələkdən keçirdib ələyirəm və əlimlə astaca qarışdırıram. Mikseri qoyuruq bir kənarda. Bundan sonra əllə istifadə edirəm. Baxın, gördüyünüz kimi astaca eyni tərəfə qarışdırıram ki, yaxşı alınsın. Sobanı öncədən isitmişəm. Soba listini əlavə edib qoyuram ki, 40-45 dəqiqə sobada bişsin. Onu da deyim ki, bu müddətdə qətiyyən sobanı açmıram. Tam bişənə qədər 40 dəqiqə, 45 dəqiqə sobanı açmadan bişirdim. Elə isti-isti formadan çıxardıb sizə göstərirəm. İnanın ki, möhtəşəm olur. Sizlər də hazırlasanız bu reseptlə, əminəm ki, sizdə də belə alınacaq. Əgər bəyəndinizsə videomu bəyənib fikirlərinizi yazmağı unutmayın. Hələlik.